hansı ölkəyə geyirəmsə, mən birinci oranın kitab mağazalarına geyirəm ki, o mədəniyyət oradadır da. Dincəlmək mədəniyyəti Yox, həm də də var. bu mənim hobbimdir axı. Hobbimi mən kiməsə göstərmək üçün eləmirəm ki, mən həm də öz zövq, yaşadığım bir zövqü, həm də təbliğ eləyirəm ki, bu zövq sənin zövqündən daha yaxşıdır. Bax, bunu təbliğ eləmək lazımdır. Amma o dediyim kimi, özünü bir xoşbəxt göstərmək, özünü məsələn deyək ki, ailə dəyərləri, məsələn, təbliğ eləməlisən. Amma məsələn, çox vaxt övladınla şəkil paylaşmırsan ki, çox az hallarda da bəlkə o ki, kiminsə övladı yoxdur, o narahat olmasın. Kiminsə, məsələn, övladımın bir tədbiridir, məsələn, toyudur filandır. Oradan, məsələn, xüsusi paylaşımlar eləmirsən. İndi kimlərsə çəkər, haradasa ötürər. Ki, kimsə, məsələn, bu cür rahat toy eləyə bilmirsə övladına, o sıxıntı çəkməsin. Hətta məktəbə gedəndə belə bəzən, bir də görürsən ki, gedirsən, məktəbə çox gedənmirsən ki, birdən övladın gələndə sənin yanına, onun başını sığallayarsan, başqa bir yetim uşaq olar, hansısa bir imkansız uşaq olar, atası olmaz, ya anası olmaz, o sıxıntı çəkər. Yəni, bunlar hamısının nüansları elə xüsusilə sosial şəbəkədə nəzərə almalısan. Sənin yediyini başqa yeməyə biləcək insan var. O niyə paylaşırsan? Bu mənada da ictimai adamların boynuna elə bil 2 qat məsuliyyət yük düşür ki, onların hər bir davranışı, hərəkəti bir mənalı qarşılanmır da, o yozulur. Əlbəttə,